Mən bu videonu çəkəndə səhər saat 6-ya qalmışdı, amma yenə də qəşəngcə hazırlaşmaq istəyirdim. Hazırlaşa da yenə məni çox yaralayan bir məsələ barədə öz-özümlə müzakirə edirdim. Mən demək olar ki, geyimlərimin hər birini hər zaman çalışıram ki, Türkiyədən sifariş edeyim və ya hansısa xarici bir saytdan. Çünki bizim mağazalarda böyük bədən üçün zövqlü paltar tapmaq çox çətindir. Mən başa düşə bilmirəm ki, biraz böyük razmerdə paltarlar gətirmək bu ölkəyə nə qədər çətindir və ya istehsal eləmək. Xüsusilə də xarici ölkədə, məsələn, Mangoda Türkiyədə bu qədər böyük bədən çeşidi varkən, eyni markadan niyə bizim ölkədə həmin razmerləri tapmaq olmur? Bilmirəm, bəlkə də bizim ölkənin statistikası elədir ki, o yaş aralığında o geyim zövqündə olan xanımlar həqiqətən də S, M, L bədəndədirlər, ancaq mən inanmıram ki, bu belədir. Dünən isə özümə ziyafət geyimi axtarırdım. Onlayn mağazalara baxdım və yenə dəhşətə gəldim. Böyük bədən paltar satdığını iddia edən mağazaların maksimum böyük bədəni 46-ya qədərdir. Mən başa düşmürəm ki, bəs 50, 52, 48 bədənli xanımlar hara getdi? O bədənlərdə olan paltarları bir görsəz, sanki hər biri 45 plus, 50 plus yaşlı xanımlar üçün tikilib. Yəni qıraqdan baxanda hiss olunur ki, bu cavan qız paltarı deyil. Mən sadəcə sadə qara don axtarırdım, ancaq tapa bilmədim. Ona görə də hər zamanki kimi yenə sifariş elədim. Bəlkə də belə mağazalar var, mən tanımıram, ancaq hər bir halda düşünürəm ki, çox azdır sayları. Yenə yaralandım, amma nə etmək olar? İndi mənə deyə bilərsiniz ki, arıqlaya bilərsən. Düzdür, yəqin ki, ən ideal seçimdir, ancaq bu da hər zaman çox asan başa gəlmir. Bəzən təcili bir şeyə ehtiyacın olur və onu tapa bilməyəndə çox məyus olursan. Hər bir halda ümid edirəm ki, ya mən tezliklə bu ölkədəki paltarların ölçülərinə çataram, ya da mənim ölçümdə paltarlar gətirərlər. Elə danışa-danışa da hazırlaşdım, qurtardım. Mən bu gün özümü çox bəyəndim. Bəs siz bu barədə nə düşünürsünüz?